Nikol Paşinyan, Birləşmiş Ştatların vitse-prezidenti J.D. Vance'in səfərindən sonra Ermənistanın ictimai televiziyasına verdiyi müsahibədə bəzi açıqlamalarla diqqət çəkib. Paşinyan bu ziyarətin sülh sazişinin imzalanması baxımından da önəminə toxunub və bildirib ki, regionda davamlı sabitlik üçün sərhədlərin delimitasiyası əsas şərtdir. Baş nazir eyni zamanda ABŞ ilə aparılan müzakirələr zamanı Azərbaycanla sülh gündəliyinin xüsusi yer tutduğunu qeyd edib. Onun sözlərinə görə regional sabitlik və təhlükəsizlik yalnız dövlətlərin qarşılıqlı suverenliyinə hörmət əsasında mümkündür. Paşinyan sülh müqaviləsinin imzalanmasını real və yaxın perspektiv kimi xarakterizə edib. Sənədin imzalanmasını isə iyunun 7-sində Ermənistanda keçiriləcək parlament seçkisindən əvvəl görmək istədiyini bildirib. Mənim belə gündəliyim var. Gəlin qavrayışlardan danışmayaq. 2025-ci ilin martında sülh müqaviləsi layihəsi ilə bağlı müzakirələr başa çatdığı üçün ötən ilin aprel, oktyabr və dekabr aylarında imzalanma gündəliyə daxil idi. Ona görə də biz işimizi davam etdirəcəyik. Nikol Paşinyan ölkənin strateji nəqliyyat infrastrukturunda yaranmış ciddi asılılıq problemini açıq etiraf edib. O, Ermənistan dəmir yolunun Rusiya tərəfinin idarəsində olmasının İrəvan üçün uzunmüddətli və təhlükəli nəticələr doğurduğunu bildirib. Baş nazirin sözlərinə görə mövcud beynəlxalq gərginlik fonunda bu vəziyyət Ermənistanın regional və beynəlxalq rəqabət imkanlarını zəiflədir. O xatırladıb ki, rəsmi İrəvan Rusiya tərəfinə Yerasqdan Azərbaycanla sərhədə, Naxçıvan istiqamətinə, eləcə də Ahurikdən Türkiyə sərhədinə qədər olan dəmir yolu xəttlərinin bərpası ilə bağlı müraciət edib. Paşinyan etiraf edib ki, söhbət qısa müddətli problemdən getmir və məsələ illərlə davam edə biləcək strateji risk yaradır. Bununla yanaşı Ermənistanın baş naziri ölkəsinin Rusiyaya qarşı heç bir addım atmayacağını da dilə gətirib. Ermənistan heç bir zaman Rusiyaya qarşı bir layihə olmayacaq. Heç kim bizi Moskvaya qarşı hərəkətlər modelinə məcbur edə bilməyəcək. Rusiya Ermənistanın tarixi dostu və vacib tərəfdaşıdır. Amma Ermənistan da forpost deyil, müstəqil dövlətdir. Rusiya ilə münasibətlərdə bu amilin nəzərə alınması vacibdir. Ekspertlər hesab edir ki, Paşinyan Rusiyaya münasibətdə zərər verməmək prinsipini qabardaraq münasibətlərin tam qırılmasının gündəmdə olmadığını göstərib. Çünki o, təhlükəsizlik və iqtisadi əməkdaşlığın davam etdiyini və bunun region sabitliyi üçün əhəmiyyətli olduğunu qeyd edib. Lakin müsahibənin pərdə arxasında daha mühüm mesaj Ermənistanın xarici siyasətinin diversifikasiya məsələsi olub. Paşinyan Rusiya ilə strateji münasibətlərin saxlanıldığını desə də, bunun İrəvanın digər tərəfdaşlarla əlaqələrini məhdudlaşdırmadığını vurğulayıb. Analitiklərin fikrincə, bu yanaşma faktiki olaraq balans siyasətinin davam etdiyini göstərir. Bir tərəfdən Moskva ilə körpülər yandırılmır, digər tərəfdən Qərblə münasibətlər genişləndirilir. Vaşinqtonun aktiv iştirakı və İrəvanda danışıqları ABŞ-nin Cənubi Qafqazda daha fəal rol oynamaq niyyətini ortaya qoyur. Bu, Rusiyanın təsir dairəsində olan Ermənistan üçün yeni reallıqdır. Paşinyanın mövqeyi Moskva tərəfindən ideoloji fərqlilik kimi qiymətləndirilir. Ermənistanın baş naziri rəngli inqilab məhsulu kimi qəbul edilir və bu, Rusiya mətbuatında onun qərb yönümlü kursuna skeptik baxış yaradır. Bu kontekstdə ABŞ-nin fəallığı regiondakı mövqelərin dəyişdiyinə işarədir. Beləliklə, Paşinyan hökuməti Rusiya ilə münasibətlərə zərər verməmək prinsipini əsas götürərək qarşıdurmadan yayınmaq strategiyasına keçid edir. Sözsüz ki, İrəvanın Vaşinqtonla artan əlaqələri Gümrüdə hərbi bazası olan Rusiyada diqqətlə izlənilir. Bu baxımdan Paşinyanın ən çətin sınaqlarından sayılan parlament seçkisi yaxınlaşdıqca İrəvana təzyiqlərin artacağı gözlənilir.